Bir neçə gün öncə Türkiyəyə məxsus Lockheed C-130 Herkules hərbi yük təyyarəsi Gəncədən Türkiyəyə qayıdarkən Azərbaycanın sərhəddinə yaxın Gürcüstan ərazisində qəzaya uğrayıb. Nəticədə 68.609 nömrəli təyyarənin bortunda olan 20 nəfər müxtəlif rütbəli Türkiyə hərbiçilərinin hamısı həlak olub. Mediada səslənən ilkin rəsmi məlumatlarda əsasən təyyarənin texniki səbəblərdən qəzaya uğraması qeyd olunur. Bəzi mənbələr isə qəzanın sabotaj xarakterli olduğunu iddia edirlər. Hal-hazırda nə isə əminliklə iddia etmək yersiz olar. Amma Azərbaycan kimi strateji əhəmiyyətli bir coğrafiya kontekstində baş verən bu cür hadisələr adətən təsadüfi olmur. Bu təyyarə müəyyən qüvvələr tərəfindən vurulduğu halda belə Türkiyədən bu barədə rəsmi şəkildə həqiqətin açıqlanmasını gözləmək lazım deyil. Çünki əgər Türkiyə dövləti bunu açıq şəkildə etiraf etsə, o zaman gərək öz vətəndaşları qarşısında imicini qorumaq üçün beynəlxalq səviyyədə reaksiya versin. Bəzən ölkələrin hətta birinci şəxsləri terror ediləndə belə dövlət terror faktını ört-basdır edir. Dünya siyasətində bu adi praktikadır. Əgər bu təyyarə vurulubsa, bunun səbəbi həqiqətdən NATO ordusu olan Türkiyə hərbi kontingentinin Azərbaycandakı paradda iştirakı ola bilər. İndi fikirləşin, görün NATO'nun Qafqaza gəlişinin əleyhidarı kim ola bilər? Bu bir mesajdır. Türkiyə həmin qüvvələrlə açıq münaqişəyə girməyə hazırdırmı? Onu bilirəm ki, Dəmirburun rejimi gec-tez Azərbaycanı qərb ilə şərqin döyüş meydanına çevirəcək. Geosiyasi proseslərin gedişatı bunu çox aydın şəkildə göstərir. Digər platformalarda da Vətəndaş X yazın və məni tapın. Xüsusən Telegramdan izləyin.